Bilə-bilə haqqa batil donu geyindirməyin və haqqı gizlətməyin və haqqı gizlətməyin. Evet, Allah haram eləyir. Hökm verən həm Rəsul da Allah, haram həm eləyir. Peyğəmbər. Bəli, əlbəttə ki, başqa deyimsə, baxın, bax, gözəl söz dediniz, baxın. And olsun, xeyr, Rəbbin and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim təyin etməyincə və verdiyin hökmlərə, Allah Rəsulü, verdiyin hökmlərə özlərində bir sıxıntı duymadan, tam təslim olmayınca iman gətirmiş olmazlar. Nisa surəsi 65-ci ayə, sənin hökmlərin, Allah Rəsulü, gözəl toxundunuz. Bəli, Allah Rəsulü hökm verir, çox ayələr var. Bax, indi bir şey deyək. Yəni o Rəsula da Allah Allahın verdiklərinin çatdırdıqları Sözsüz Qurana əsas. Quranı yenə Quran deyiriz. Quranda bu əsas yox, Quranı Biz kitabda heç bir şeyi nəzərdən qaçırmadıq.